Salam, hər vaxtınız xeyir olsun. Zəngəzur TV-də xəbər vaxtıdır. Ən son xəbərləri təqdim edəcəyik. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə böyük qayıdışa dair birinci dövlət proqramına əsasən yenidən qurulan Ağdərə rayonunun Suqovuşan kəndinə Respublikanın müxtəlif ərazilərində çətin şəraitdə müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Suqovuşan kəndinə 54 ailə, yəni 179 nəfər köçürülüb. Bugün kəndə çatan ailələrə evlərin açarları təqdim edilib. Atxam İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə maraqlı bir gün keçirilib. Görüşdə bir sıra ictimai xadimlər və vətəndaş cəmiyyətin nümayəndələri iştirak ediblər. Səfir Birol Akgün ilk andan təvazökarlığı ilə diqqət çəkib. Görüş zamanı İlham İsmayılovla birlikdə Nuri Paşa haqqında xeyli söhbətlər aparılıb. Səfir bildirib ki, Nuri Paşanın xatirəsinin Azərbaycanda daha geniş şəkildə anılması arzu olunandır. Tanınmış sənətçi Şəmistan Əlzamanlının Qurtuluş Osman serialından tanıyan səfir qarşısındakı şəxsin həmin obrazı canlandıran aktyor olduğunu öyrəndikdə bunun təsadüf olmadığını gülümsəyərək bildirdi və məmnunluqla qarşıladı. Rauf Zeyni ilə maraqlı fikir mübadiləsi aparan səfir İradə Rizazadənin İrəvan xatirələri ilə bağlı təəssüratlarını böyük maraqla dinləyib. Görüş zamanı martın 21-də Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı suala cavab verən səfir bildirib ki, Azərbaycanın maraqları nəzərə alınmadan sərhədin açılması mümkün deyil. Bu səmimi və faydalı görüş qarşıdakı dövrdə Azərbaycan-Türkiyə münasibətlərində ictimai əlaqələrin daha da dərinləşəcəyinə dair müsbət bir siqnal olub. Azərbaycan və Ermənistan arasında sülhə aparan yolda atılan hər bir addımı alqışlayıram. Bu fikirləri Lüksemburqun Xarici İşlər və Xarici Ticarət Naziri, Avropa Şurası Nazirlər Komitəsinin prezidenti Xavier Bettel qurumun bu həftə işə başlayan yaz sessiyasında səsləndirib. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan müsbət addımlara sevinməliyik. Bu irəliləyişlər hələ kifayət etməsə də hər bir sülh addımı bizim üçün əhəmiyyətlidir və biz bunu dəstəkləməliyik deyə o bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İmralı adasında həbsdə olan PKK lideri Abdullah Öcalanla görüşən DEM partiya heyətini qəbul edəcək. Ərdoğan DEM partiya heyətini sabah qəbul edəcəyini bildirib. Türkiyə prezidenti qeyd edib ki, terrorsuz Türkiyə hədəfini təsdiq edəcəklər. İndi isə xüsusi müxbirimiz Kəmalə Vəliyeva günün son kriminal xəbərləri barədə məlumat verəcək. Daşkəsən rayonunda silsilə uğurluqlarda şübhəli bilinən şəxslər tutulublar. Daşkəsən rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində talama cinayətlərində şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların müxtəlif vaxtlarda Daşkəsən rayonunda 5 mənzildən məişət əşyaları oğurladıqları məlum olub. Bundan başqa, digər tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs də saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış zamanı narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrinin qanunsuz dövriyyəsində və odlu silah-sursat saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 33 yaşlı Arzuman Qurbanov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə ondan 4 kiloqram marixuana, metafentamin, 1 ədəd Kalaşnikov avtomatı, 14 ədəd patron və daraq aşkarlanıb. Araşdırmalar nəticəsində Arzuman Qurbanovun narkotik vasitə və odlu silahı İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Əziz izləyicilərimiz, xəbərlərimiz bu qədər. Zəngəzur TV-nin növbəti xəbər buraxılışlarında görüşənə qədər hələlik.